Bugün astrologlar xəbərdarlıq edir ki, gün ərzində baş verəcək hadisələr bir çox insanın həyatına ciddi təsir göstərə bilər. Bəs bugün ən şanslı bürc hansıdır? Kim gözlənilməz xəbər alacaq, kim isə mühüm fürsəti əldən verə bilər? Günə başlamazdan əvvəl bürcünüzlə bağlı proqnozu mütləq izləyin. Qoç. Narahat olmağa ciddi səbəb yoxdur, gün kifayət qədər sakit keçəcək. Amma qarşısına yüksək məqsədlər qoyan və dərhal əla nəticələr əldə etmək istəyənlər üçün bir qədər darıxdırıcı görünə bilər. Bir çox işlər istədiyinizdən daha yavaş inkişaf edəcək, işgüzar sahədə isə lazım olan nəticəni tez əldə etmək həmişə mümkün olmayacaq. Bir məqamda elə görünə bilər ki, yerinizdə sayırsınız və hələlik yeni bir fikir tapa bilmirsiniz. Buna sakit yanaşmaq lazımdır, baxmayaraq ki, hər kəs buna nail ola bilməyəcək. Bəzi qoçlar əsəbləşə, qıcıqlana və ya sadəcə vəziyyətə başqa cür baxmaq üçün düşünülməmiş addımlar ata bilərlər. Ani istəklərə qapılmamaq daha yaxşıdır. Ağıl və məntiqlə davranmağa çalışın, əgər bunun çətin olduğunu hiss etsəniz, sağlam düşüncəsi sizə dəfələrlə düzgün qərarlar verməyə kömək etmiş insanlarla məsləhətləşin. Heç yerə tələsməyin. Bugün intizamlılıq və ehtiyatlılıq xüsusilə faydalı olacaq. Əksinə, impulsiv addımlar və tələsik qərarlar sizi uğura aparmayacaq. Bir çox qoç gözlənilməz problemlərlə qarşılaşacaq və əvvəlki təcrübə bu dəfə işə yaramayacaq. Qeyri-standart yollar axtarmaq lazım gələcək və bu, heç də asan olmayacaq. Amma yetərincə səy göstərsəniz, hər şeyin öhdəsindən gələ biləcəksiniz. Pul vəsaitlərinin gecikməsi mümkündür. Ola bilsin ki, maliyyə sənədlərindəki səhvləri düzəltmək və ya öz hüquqlarınızı müdafiə etmək lazımdır. Bu, xüsusilə bizneslə məşğul olan qoçlara aiddir. Mübahisələrdən çəkinməyə dəyməz, bu vəziyyətlərdən öz xeyrinizə çıxa biləcəksiniz. İlham və intuisiya sizə bir çox problemləri həll etməkdə kömək edəcək. Başqalarının aciz qaldığı məsələlərin öhdəsindən gəlmək mümkün olacaq. Çoxlu sayda qoç əhəmiyyətli maliyyə gəlirləri gözləyə bilər. Doğrudur, bu gəlirlər yəqin ki, bir dəfəlik olacaq, lakin olduqca vaxtında baş verəcək. Bu pullardan ağılla istifadə edəcəksiniz. Nüfuzlu insanlarla faydalı əlaqələr qurmaq imkanı yaranacaq. Sizə perspektivli təkliflər gələ bilər və bunları əlavə düşünmədən qəbul etmək tövsiyə olunur. Bizneslə məşğul olan qoçların xeyriyyəçiliyə pul xərcləməsi onların nüfuzuna müsbət təsir göstərəcək. Fürsəti əldən verməyin. Bugün qeyri-adi dərəcədə çevik olacaqsınız, tanımadığınız vəziyyətdə tez baş çıxarmaq, nəticə çıxarmaq və faydalı bir şey öyrənmək bacarığınız artacaq. Bir çox qoçlarda intuisiya güclənəcək, ona qulaq asmaq yerinə düşər. Uzun müddətdir həllini gözləyən problemlərin öhdəsindən gəlmək mümkün olacaq, siz nəhayət bu məsələlərə əl atacaqsınız. Yeni tanışlıqlar üçün əlverişli gündür. Həyat sizi təkcə maraqlı söhbət yoldaşları ilə deyil, həm də müxtəlif işlərdə sizə yardım edəcək insanlarla qarşılaşdıracaq. Əvvəllər tez-tez mübahisə etdiyiniz şəxslərlə münasibətləri düzəltmək imkanı yaranacaq, özü də bunun üçün təşəbbüs göstərməyinizə ehtiyac qalmayacaq. Toplanmış işlərlə məşğul olmağın vaxtıdır və ən çətin olanlardan başlamaq daha yaxşıdır. Buğa. Hər şey sizin üçün yaxşı alınacaq, xüsusilə də iş sahəsində. Uğurlu təsadüf və ya gözlənilməz mənbədən gələn xoş xəbər maraqlı fikirlərə yol açacaq və yaxın gələcəkdə gəlirləri necə artırmağın mümkün olduğunu göstərəcək. Pul daxil olmaları, eləcə də əvvəl düşündüyünüzdən daha faydalı çıxacaq sövdələşmələr və alış-verişlər mümkündür. Buğalar məhz lazım olan məqamda nümunəvi məqsədyönlülük göstərəcəklər və bunun sayəsində bir çox iş layihələrinin öhdəsindən ələ gələcəklər. Ətrafdakılar onların topluluğunu, xırdalıqlara yayınmamaq bacarığını və başladığı işi nəticəyə çatdırmaq xüsusiyyətini görəcəklər. Bürc nümayəndələri yeni üfüqlər açacaq həm fikirlər qazana bilərlər. Peşəkar mövqeləri möhkəmləndirmək, karyera pilləsində yüksəlmək və ya gələcəkdə gəlirləri artırmağa kömək edəcək qərarlar qəbul etmək şansı olacaq. Bir vəziyyətdən digərinə tez keçmək bacarığınız bugün işinizə yarayacaq. Bir çox buğalar eyni anda həm iş məsələlərini, həm də ailə ilə bağlı problemləri həll etməli olacaqlar. Bu asan olmasa da siz bunun öhdəsindən uğurla gələcəksiniz. Əsas odur ki, xırda şeylərə aluda olmayasınız və nəzarətinizdən kənar vəziyyətlərə görə narahat olmayasınız. Səhərin ilk yarısında rəhbərliyin diqqətindən kənarda qalmaq yaxşı olar. Həmkarlarla birlikdə işləmək də asan olmayacaq.
Heç kim güzəştə getmək istəməyəcək və qarşılıqlı razılığa gəlmək çətin olacaq. Uğur yalnız öz ambisiyalarını cilovlayıb işin nəticəsinə fokuslana bilən buğaları gözləyir. Vaxtınızı boşa sərf etməyin. Əgər kifayət qədər səy göstərsəniz, təsirli nəticələr əldə edə biləcəksiniz. Bir çox buğanı sürətli karyera yüksəlişi gözləyir. Əvvəlki nailiyyətləriniz nəhayət ki, layiqincə qiymətləndiriləcək. Bugün biznesin inkişafı üçün də nadir dərəcədə uğurludur. Tərəfdaşlarınızın və həmkarlarınızın dəstəyinə arxalana bilərsiniz. Birlikdə görülən iş xüsusilə məhsuldar olacaq. Siz təkcə fikirlərinizi başqalarına çatdırmaqla kifayətlənməyəcək, həm də onları ruhlandıracaqsınız. Uzun müddətdir başlamağa cəsarət etmədiyiniz böyük layihələr üçün mükəmməl zamandır. Bugündən çox şey gözləməyin, onda məyusluq da olmayacaq. Əksər buğalara böyük layihələrə başlamamaq tövsiyə olunur. Böyük xərclər və iri maliyyə yatırımlarından da uzaq durmaq daha yaxşı olar. Hətta gündəlik alış-verişlərdə də impulsiv davranışdan çəkinin, bu sizi çətin vəziyyətə sala bilər. Optimist əhval-ruhiyyə əla haldır, amma bugün sizi yanıltma ehtimalı var, etibarlılığını hələ sübut etməmiş insanlara arxalanmaq olmaz. Şəxsi təcrübənizə, sağlam düşüncəyə və soyuqqanlılığa güvənin, bu ciddi səhvlərdən qoruyacaq. Ünsiyyət ehtimal ki, istədiyinizdən daha çox olacaq. Ətrafınızdakılar sizinlə yalnız onlar üçün vacib olan məsələləri müzakirə etməyə çalışacaqlar və belə söhbətlərdən yayınmaq mümkün olmayacaq. Ən pis tərəfi isə bu danışıqların sizi işlərdən yayındırması deyil, onların əsəblərinizi pozmasıdır. Kiçik mübahisələr mümkündür, lakin siz onların ciddi qarşıdurmalara çevrilməsinə imkan verməyəcəksiniz. Bunda yumor hissiniz sizə kömək edəcək. Günün ortası ticarətlə məşğul olanlar, biznesini inkişaf etdirənlər və maliyyə məsələlərini həll edənlər üçün xüsusilə uğurlu olacaq. Səfər planlaşdıran buğalar isə xoşagəlməz hadisələrə və gecikmələrə hazır olmalıdırlar. Hər şeyi üzərinizə götürməyin. Etibarlı tərəfdaşlara və köhnə dostlara arxalana bilərsiniz. Onların köməyi əvəzsiz olacaq və siz böyük miqyaslı tapşırıqların öhdəsindən gələ biləcəksiniz. Bəzi buğalar lider rolunu öz üzərinə götürməli olacaqlar və bu onların işgüzar nüfuzuna müsbət təsir göstərəcək. Rəhbərlik qarşısında nüfuz qazanmaq imkanı yaranacaq. Vacib iş səfərləri və ictimai çıxışlar uğurlu keçəcək. Sizi inandırmaq bacarığınız tam şəkildə özünü göstərəcək, buna görə də sizin üçün ən sərfəli şərtlərlə əməkdaşlıq barədə razılıq əldə edə biləcəksiniz. Əkizlər. Sizi çox maraqlı, amma eyni zamanda kifayət qədər yorucu bir gün gözləyir. İşlər gözlədiyinizdən daha çox olacaq və ilk növbədə nədən başlamağın lazım olduğu dərhal aydınlaşmayacaq. İstisna deyil ki, bütün səhər təlaş və qarışıqlıq içində keçsin, planları dəyişmək lazım gələcək, ətrafınızdakı insanlar sizdən tez cavab gözləyəcəklər, xırda məsələlər isə daim diqqətinizi əsas işdən yayındıracaq. Amma əkizlər nikbinliyini, mehribanlığını və yaxşı əhvalını qoruyacaq və məhz bu çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Pul məsələlərində daha ehtiyatlı olmaq lazımdır. Bürc nümayəndələrində israfçılığa meyl yarana bilər. Tezliklə sevinc verməyəcək şeylərə pul xərcləmək riski var, buna görə də xərc tələb edən qərarlar qarşısında fasilə vermək və onların həqiqətən lazım olub olmadığını düşünmək daha yaxşıdır. Əyləncə, dəbli əşyalar və ya texnika ilə bağlı xərclərdə xüsusilə tələsməmək faydalı olacaq. Qətiyyətli olun. Bugün uğur o əkizlərə güləcək ki, özünə inamla hərəkət edir və məqsədlərinə çatmaq üçün səy göstərir. Bir az inadkarlıq göstərmək və mövqeyinizdə israrlı olmaq da bugünün xeyrinə olacaq. Siz vəziyyəti başqalarından daha tez anlayacaqsınız, ona görə də ideyalarınız daha perspektivli görünəcək. Ətrafınızdakılar sizi inandırmaq üçün çox çətinlik çəkməyəcək, çünki onlar tez bir zamanda haqlı olduğunuzu qəbul edəcəklər. Danışıqlar uğurlu keçəcək. Rəhbərliklə sizi uzun zamandır narahat edən məsələləri müzakirə etmək imkanı yaranacaq. Yolda dəyişiklik etməli olacaqsınız. Köhnə problemlər və vaxtında yerinə yetirilməmiş vədlər yenidən gündəmə gələcək. Bu səbəbdən bütün digər işləri təxirə salıb geridə qalanları təcili şəkildə tamamlamalısınız. Əgər boş narahatlıqlara vaxt itirməsəniz, hər şeyin öhdəsindən gələ biləcəksiniz. Əksər əkizlər başqalarının köməyinə bel bağlamamalıdır. Onlar sizə yox deməyəcəklər, lakin nə etmək lazım olduğunu izah etmək çətin olacaq.
Buna görə də nəticəsi tamamilə sizdən asılı olan işlərə fokuslanmaq daha məntiqlidir. Özünüzü ələ alın. Bugün impulsivliyiniz səbəbindən səhvlər edə bilərsiniz. Amma duyğularını cilovlaya bilən əkizlər üçün gün kifayət qədər uğurlu keçəcək. Hər şey birinci cəhdə alınmasa da təcili işlər olmayacaq. Siz rahat şəkildə gündəlik tapşırıqlarla məşğul ola və heç yerə tələsmədən hər şeyə vaxtında çatdıra bilərsiniz. Hətta adətən yaxşı yola getdiyiniz insanlarla bugün dil tapmaq çətin olacaq. Buna görə də onların köməyinə və dəstəyinə xüsusi ümid bağlamayın. Üstəlik, tək başına bütün işlərin öhdəsindən daha tez gələcəksiniz. Əgər kifayət qədər ehtiyatlı davranmasanız, çətinliklə çıxış yolu tapılan bir vəziyyətə düşə bilərsiniz. Buna görə də hətta sadə görünən məsələlərə belə ciddi yanaşmaq və ehtiyatlı olmaq lazımdır. Riskdən qaçmaq mümkündürsə, bunu edin və sizi macəralara sürükləməyə çalışan insanlardan uzaq durun. İşgüzar münasibətlərdə diqqətli olmaq vacibdir, xüsusilə də bizneslə məşğulsunuzsa və ya hər hansı bir şöbəyə rəhbərlik edirsinizsə. Nə qədər çox insana cavabdehsinizsə, onların fəaliyyətini bir o qədər diqqətlə izləməlisiniz. Kiminsə sizi çaşdırmağa çalışması mümkündür. Xərçəng. Vaxtınızı boş yerə sərf etməyin və mümkün qədər tez hərəkətə keçməyə çalışın. Bəli, gün ən asan günlərdən olmayacaq, amma şərait kifayət qədər əlverişli formalaşacaq və bundan istifadə etmək lazımdır. Böyük planları həyata keçirməyə cəhd edə və ya çoxdan yaranmış, amma hələ də maraqlı görünən ideyalara qayıda bilərsiniz. İlk addımlarınızı nə qədər tez müəyyənləşdirsəniz, lazım olan tempi qorumaq bir o qədər asan olacaq. Gün təhsil, dünya görüşünü genişləndirmək və yeni məlumatlar əldə etməyə, yaxud adi şeylərə fərqli baxmağa kömək edən hər bir fəaliyyət üçün münasibdir. Bugün öyrənəcəyiniz çox şey yaxın gələcəkdə sizə lazım olacaq. Xüsusilə mürəkkəb mövzuları sadə dillə izah etməyi bacaran və ya praktiki təcrübəsini bölüşən insanlarla söhbətlər faydalı olacaq. Çəkinmədən hərəkət edin, uğur sizinlə olacaq. Bugün özünüzü tanıtmaq üçün əla fürsətdir. Təqdim edəcəyiniz ideyalar ətrafdakılar tərəfindən yüksək qiymətləndiriləcək. Bəzi xərçənglər liderlik keyfiyyətlərini göstərəcək və bu da onlara karyerada irəliləyiş üçün imkanlar yaradacaq. Yaradıcı bacarıqlarınız özünü göstərəcək və bu, çətin vəziyyətlərdən çıxış yolu tapmağa kömək edəcək. İşgüzar münasibətləri möhkəmləndirmək və inkişaf etdirmək üçün əlverişli zamandır. İnsanlarla asanlıqla münasibət quracaqsınız. Bəzi köhnə rəqiblər müttəfiqə çevrilə bilər. Yeni perspektivli tanışlıqlar mümkündür. Dostlarınız gözləmədiyiniz anda sizə kömək edəcək. Çox məsələdə bəxtiniz gətirəcək. Əksər xərçənglər səhərdən etibarən ruh yüksəkliyi və coşqu hiss edəcəklər. Yeni başlanğıclar və mühüm problemlərin həlli üçün əlverişli vaxt gələcək. Hətta əvvəllər heç rastlaşmadığınız məsələlərdə də baş çıxara biləcəksiniz. Eyni zamanda gələcək işlərdə sizə lazım olacaq biliklər əldə edəcəksiniz. Əqdlərin bağlanması üçün əla gündür. Tamamilə fərqli fikirdə olduğunuz insanlarla belə asanlıqla ortaq dil tapacaqsınız. Bir çox vacib məsələni müzakirə etmək mümkün olacaq, lakin bu söhbətləri rəsmi olmayan mühitdə aparmaq daha yaxşıdır. Belə olduqda rahatlaşmaq və qarşılıqlı inam yaratmaq asan olacaq. Özünüzə güvənin. Ətrafdakı insanlarla qarşılıqlı anlaşma qurmaq çətin olacaq, ona görə də onların dəstəyinə bel bağlamayın. Bir çox xərçənglər üçün emosiyalara nəzarət edib düşünülmüş qərar vermək asan olmayacaq. Lakin vəziyyət vacib addımları ertələməyə imkan verəcək. Bugün lazımsızlardan qurtulmaq üçün münasib gündür. Bu, təkcə köhnə əşyalar deyil, həm də artıq heç bir tərəfə fayda və zövq gətirməyən münasibətlərə aiddir. Hətta çoxdankı bir tanışla əlaqəni kəsmək lazım gəlsə belə, bu sizin üçün xeyirli olacaq. Narahat olmağa dəyməz, gün səhər göründüyündən daha yaxşıdır. Bəli, günə çox ciddi və vacib işlərlə başlamaq lazım deyil, sadə işlərə üstünlük verin. Nə qədər ciddi məsələ ilə məşğul olsanız, anlaşılmazlıqlar və ləngimə ehtimalı da bir o qədər yüksək olacaq. Günün birinci yarısı kiçik, lakin diqqət tələb edən işlərə başlamaq üçün uyğundur. Bundan əlavə, sizə ruhən yaxın olan insanlarla ünsiyyət üçün də yaxşı zamandır. Belə insanlar həm dəyərli məlumat paylaşa, həm də əhvalınızı qaldıra bilərlər. Ən vacib işlərə mümkün qədər tez başlamaq daha yaxşı olar.
Səhər saatları olduqca məhsuldar olacaq, planlaşdırdığınızdan daha çox şeyə çatacaqsınız. Bir çox xərçənglərdə yaradıcı qabiliyyətlər oyanacaq və bu, onların əvvəllər rastlaşmadıqları tapşırıqları uğurla həll etməsinə kömək edəcək. Bütün işlərə birdən başlamaq olmaz, əks halda heç birini sonadək yerinə yetirə bilməyəcəksiniz. Addım-addım irəliləmək daha doğrudur. Əsas odur ki, prioritetləri düzgün müəyyənləşdirəsiniz. Xüsusilə də gün ərzində iş qabiliyyətinizin azalması müşahidə ediləcək. Ona görə də yorulduğunuzu hiss edirsinizsə, üzərinizə artıq yük götürməyin. Bəzən ətrafınızdakilardan kömək istəməkdə problem yoxdur, sizə imtina etməyəcəklər. Fikrinizdə olanı açıq-aşkar söyləməyə meyilli olacaqsınız və bu, bəzilərinin xoşuna gəlməyə bilər. Amma əgər mehriban və nəzakətli davranmağı bacarsanız, bu səmimiyyət sizin xeyrinizə işləyəcək. Şir. Uğurlu təsadüflərə çox bel bağlamayın. Bugün hadisələr istədiyiniz kimi inkişaf etməyə bilər və siz qeyri-müəyyən vəziyyətləri araşdırmalı, bütün üstünlükləri və çatışmazlıqları ölçüb biçməli, çətin qərarlar qəbul etməli olacaqsınız. Çox vaxt bunu tək başına etməli olacaqsınız və kimdənsə məsləhət almaq imkanı da məhdud olacaq. Bir çox şirlər üçün bu vəziyyət emosional baxımdan çətin görünəcək. Anlayacaqsınız ki, məsuliyyətin bir hissəsini başqa bir insanın üzərinə qoymaq istərdiniz, amma şərait buna imkan vermir. Bugün xüsusilə ondan həddindən artıq çox şey gözləyənlər üçün mürəkkəb görünə bilər. Məhz belə şirlər məyusluq yaşamaq və ya əvvəlki təsəvvürlərinin reallıqdan uzaq olduğunu anlamaq riski ilə üzləşəcəklər. Bu, xoş kəşf deyil, amma irəliləməyə mane olan şeylərdən qurtulmağa kömək edəcək. Vacib addımlara mənəvi cəhətdən hazırlaşmaq, planlara yenidən baxmaq, onları daha real etmək və köhnə səhvləri düzəltmək imkanı yaranacaq. Özünüzə inam bütün gözlənilməz halların öhdəsindən gəlməkdə sizə yardım edəcək. Bir çox şirlər qeyri-adi vəziyyətlərdə belə çıxış yolunu tez tapacaq. Aktivlik, enerji və özünə inam sizi başqalarının çarəsiz qaldığı problemlərin həllinə aparacaq. Bizneslə məşğul olan şirlər üçün çox uğurlu məqam yaranacaq. Çətinlikləri dəf etmək və parlaq nəticələrə nail olmaq mümkün olacaq. Yeni filialların açılması üçün də uyğun zamandır. Düzgün planlaşdırma sayəsində kobud səhvlərdən qaça biləcəksiniz. Narahatlıqla başa çıxmaq asan olmayacaq, amma çalışmalısınız. Bir çox şirlər üçün gündəlik məsələləri həll etmək adi günlərlə müqayisədə çətinləşəcək. Bəzi köhnə məsələlərə qayıtmaq, buraxılmış səhvləri düzəltmək və köhnə öhdəlikləri yerinə yetirmək lazım olacaq. Bu səbəbdən bəzi planları qısa müddətli təxirə salmaq lazım gələcək. Ətrafdakılarla ortaq dil tapmaq hər zaman mümkün olmayacaq. Köhnə ziddiyyətlər kəskinləşəcək, heç kim güzəştə getmək istəməyəcək. Odur ki, özünüzü arxalanın və həmkarlarınızın və ya tərəfdaşlarınızın köməyinə çox bel bağlamayın. Hər bir işin öhdəsindən gələcəksiniz, sadəcə olaraq buna adi haldan biraz daha çox vaxt lazım olacaq. Gününüz işlə dolu olacaq. Təkcə şəxsi problemləri həll etməli deyil, ətrafınızdakı insanlara da yardım etməli olacaqsınız. Bu, xeyli vaxt aparacaq, amma sizi narahat etməyəcək. Əksinə, bu işlərlə məşğul olmaq sizə maraqlı gələcək və minnətdarlıq da çox gecikməyəcək. Əksər şirlər nüfuzlarını xeyli möhkəmləndirəcək, hətta köhnə düşmənləri belə özlərinə tərəf çəkəcəklər. Başqasını anlamaq və onun ehtiyaclarını nəzərə almaq bacarığınız sizə qarşılıqlı faydalı həll yolları tapmağa imkan verəcək. Gün iş adamları üçün də uğurlu olacaq, sərfəli razılaşmalar əldə etmək şansı yaranacaq. Hər şeyin yaxşı alındığı günlər çox olmur. Bugün onlardan biridir və bu fürsəti qaçırmamalısınız. Enerjiniz çox olacaq və onu düzgün istiqamətə yönəltmək üçün intuisiya sizə yol göstərəcək. Onun sayəsində siz ən perspektivli layihələrə vaxtında başlaya biləcək və lazımsız işlərə vaxt sərf etməyəcəksiniz. Müsbət enerjinin təsiri bir çox sahələrdə hiss olunacaq. Gözlənilən dəyişikliklərin vaxtıdır, onları gözləmək istəmirsinizsə təşəbbüs göstərin. Şəxsi həyat da istisna deyil. Əgər sizə xoş olan birinə yaxınlaşmaq istəyirsinizsə, indi bunu etmək üçün uyğun zamandır. Hər şey alınacaq, ona görə də cəsarətlə hərəkət edin. Günün birinci yarısı bizneslə məşğul olan şirlər üçün bir çox uğurlu imkanlar gətirəcək. Gələcək vəd edən təkliflər almaq ehtimalı yüksəkdir və bu təklifləri tərəddüdsüz qəbul etmək tövsiyə olunur. Bundan əlavə, intuisiya sizi səhvlərdən qoruyacaq, əgər onun səsinə qulaq asmağı bacarsanız.
Qız. Bir qədər rahatlaşa bilərsiniz, müsbət tendensiyaların təsiri güclü olacaq və bugün siz yalnız öz intizamınıza, işgüzarlığınıza və ciddi yanaşmanıza arxalanmayacaqsınız. Uğurlu təsadüflər, gözlənilməz təkliflər və ya heç gözləmədiyiniz imkanlar mümkündür. Əslində sizdən yalnız bir şey tələb olunur, uyğun anı vaxtında görmək və vəziyyətdən istifadə etmək. Çaşqınlıq yaşamazsanız, uğura tez nail olacaqsınız. Köhnə mürəkkəb tapşırıqlara və ya uzun müddət təxirə saldığınız işlərə qayıtmaq üçün pis gün deyil. Əvvəllər hər şey dolaşıq görünürdüsə, bugün sadə və işlək bir həll variantı ortaya çıxa bilər. Nə etmək lazım olduğunu tez anlayacaq və tərəddüdə vaxt sərf etməyəcəksiniz. Xüsusilə praktik yanaşma, dəqiqlik və yeni üsulları sınamağa hazırlıq tələb edən işlər uğurlu olacaq. Sakitliyiniz və təmkinliyiniz bugün əsas üstünlüyünüz olacaq. Çoxsaylı işlərin öhdəsindən gəlmək lazım gələcək, amma bu sizi qorxutmayacaq. Bir çox qızlar artıq ümidsiz görünən problemləri həll edəcəklər. Qeyri-adi yanaşma və kreativ baxış bugün sizin tərəfinizdə olacaq. Başqaları ilə ortaq dil tapmaq asan olacaq. Dərrakəniz artacaq, ətrafınızdakiların maraqlarını başa düşəcək və nəzərə ala biləcəksiniz. Yeni tanışlıqlar tezliklə faydalı olacaq. Özünüzə həddindən artıq güvənməyin. Həddindən artıq optimizm sizi yanıltmaq ehtimalındadır. Sizə deyilən hər şeyə inanmaq olmaz, bu həm iş, həm də şəxsi həyat üçün keçərlidir. Bir çox qız üçün yeni və tanış olmayan məsələlərdə baş çıxarmaq asan olmayacaq. Ətrafdakıların köməyinə isə çox bel bağlamağa dəyməz, çünki hər kəs öz işi ilə məşğul olacaq. Odur ki, səbirli olun, özünüzə biraz daha çox vaxt tanıyın, nəticə pis olmayacaq. Bütün gözləntiləriniz özünü doğrultmayacaq. Pul daxil olmalarında gecikmələr mümkündür. Bu səbəbdən planlaşdırılmamış alış-verişə həddindən artıq pul xərcləməyin, yoxsa sonradan israfçılığınıza görə peşman ola bilərsiniz. Sizi qeyri-adi dərəcədə uğurlu gün gözləyir. Fərqli insanlarla çoxsaylı söhbətlər olacaq və bu sizə xeyli zövq verəcək. Uzun müddətdir vaxt tapa bilmədiyiniz vacib məsələləri nəhayət ki, həll edə biləcəksiniz. Ailə işləri ilə məşğul olmaq, qohumlarla vacib mövzuları müzakirə etmək və köhnə münaqişələri yoluna qoymaq üçün əla zamandır. Bəzi qızlar yaxın gələcəkdə onlara üstünlük qazandıracaq vacib məlumatlar əldə edəcəklər. Təcrübəli dostların məsləhətlərinə qulaq asın, bunlar yerində və faydalı olacaq. Bəzən sizə də sakit qalmaq çətin olur. Bugün məhz belə günlərdəndir. Ətrafınızdakı insanlar sanki sizi əsəbləşdirmək üçün əllərindən gələni edirlər, mənasız suallar verəcək, bir-birinin ardınca səhvlər buraxacaqlar və bunları düzəltmək sizə düşəcək. Bu vəziyyətdən ən yaxşı çıxış yolu şəxsi işlərinizə fokuslanmaq, ünsiyyəti minimuma endirmək və sizi həqiqətən maraqlandıran işlərlə məşğul olmaqdır. Tədqiqatçılar, sənət adamları və yaradıcı şəxslər bugün ulduzların dəstəyini xüsusilə hiss edəcəklər. Tələsməyin və başqalarını da tələsdirməyə çalışmayın. Səhər saatları gözlədiyiniz qədər hamar keçməyəcək və buna sakit yanaşmaq lazımdır. İşlərdə və məlumat axınında gecikmələr mümkündür. Boş yerə təəssüf hissinə qapılmayın, siz bütün vacib işləri görməyə vaxt tapacaqsınız. Bəzi hallarda ləngimələr hətta faydalı olacaq, çünki sizə hər şeyi bir daha düşünmək və bəzi nöqsanları düzəltmək imkanı verəcək. Uzun zamandır iş yerini dəyişməyi düşünən qızlar bu fikirdən hərəkətə keçmək şansı əldə edəcəklər. Amma burada da tələsiklik ziyanlı ola bilər. Sizə sərfəli görünməyən təklifləri qəbul etməyə dəyməz, çünki ilk təəssürat çox vaxt doğru olur. Tərəzi. Çox faydalı iş görə biləcəksiniz, amma bu günü asan adlandırmaq çətin olacaq. Uğur öz-özünə gəlməyəcək, çalışmaq lazım gələcək, bəzi tərəzilər isə istədikləri nəticəni almaq üçün adi vaxtlardan daha çox zəhmət çəkməli olacaqlar. Amma səyləriniz boşa getməyəcək. Səbir və detalları araşdırmaq bacarığı göstərdiyiniz sahələrdə tədricən yaxşı imkanlar yaranmağa başlayacaq. İşgüzar münasibətlərdə dəyişikliklər mümkündür. Çox güman ki, bugün əvvəllər yola gedə bilmədiyiniz bir insanla ünsiyyət qurmalı olacaqsınız. Əvvəlcə söhbət çətin gedə bilər, amma sonradan qarşılıqlı anlaşmaya nail olacaq və birgə fəaliyyət barədə razılığa gələcəksiniz. Üstəlik, bu ünsiyyətin nə qədər təbii alındığı sizi xoş təəccübləndirə bilər. İstisna deyil ki, ortaq işlər dostluğun və ya hətta romantik münasibətin başlanğıcı olsun. Səbirli olun.
Hər şey ilk cəhddə alınmayacaq. Etibarlı hesab etdiyiniz müttəfiqlər sizi məyus edə bilər, özü də bu onların günahı olmadan baş verəcək. Bir çox tərəzilər emosiyalarını cilovlamaqda çətinlik çəkəcəklər, bu isə işə diqqət yetirməyi çətinləşdirəcək. Böyük layihələrə başlamaq lazım deyil. Rutin tapşırıqlara fokuslanın və əvvəllər yarımçıq qoyduğunuz işləri yekunlaşdırmağa çalışın. Maliyyə problemlərindən yayınmaq asan olmayacaq. Gözlənilməz xərclər, uğursuz yatırımlar mümkündür. Amma əgər diqqətli və soyuqqanlı olsanız, ciddi maliyyə problemləri yaranmayacaq. Qətiyyətlə hərəkət edin. Səmimiyyətiniz və açıq sözlülüyünüz bəzilərinin xoşuna gəlməyə bilər, lakin bu, hiyləgərliyə əl atmaq üçün əsas deyil. Bir çox mühüm məsələləri və köhnə ziddiyyətləri həll etmək fürsəti yaranacaq. Tərəzilər olduqca natiq və inandırıcı olacaqlar, buna görə də istənilən danışıqlar uğurla nəticələnəcək. Ambisiyanız artacaq və bu, biznesin inkişafı və ya karyera yüksəlişi üçün faydalı olacaq. Enerjinizi düzgün istiqamətə yönəldərək özünüzü ən yaxşı tərəfdən göstərə və digər sahələrdə də təsirli nəticələr əldə edə biləcəksiniz. Siz təkcə cari vəzifələrin öhdəsindən gəlməyəcək, eyni zamanda gələcək uğurlar üçün möhkəm təməl də atacaqsınız. Uğur sizinlə olacaq, amma bütün sahələrdə yox. Xüsusilə maliyyə baxımından gün uğurlu olacaq. Öz biznesi olan tərəzilər sərfəli müqavilələr bağlaya biləcəklər, digərləri isə daşınmaz əmlakla bağlı məsələləri öz xeyirlərinə həll edə biləcəklər. Əvvəllər sizi dəstəkləmək niyyətində olmayan insanlarla belə asanlıqla dil tapa biləcəksiniz. Faydalı insanlarla tanışlıq imkanı yaranacaq. Bürcün bəzi nümayəndələri nüfuzlu himayədarlar da tapa biləcəklər. Tezliklə işlərdə dəstəyə ehtiyac yaranacaq, ona görə də köhnə tərəfdaşlara və çoxdan əlaqə saxlamadığınız müttəfiqlərə özünüzü xatırlatmaqdan çəkinməyin. Günün əvvəlində sürprizlərdən qaçmaq çətin olacaq. Gözlənilməz bir hadisə planlarınızı poza və ya baxış bucağınızı dəyişə bilər. Bəlkə də bu hadisə həyatınızda ciddi dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklərə tələsmədən ehtiyatla yanaşmaq, geri dönüş yollarını saxlamaq daha yaxşıdır. İşdə nələrsə planladığınız kimi getməyə bilər, həmkarlar və rəhbərliklə münasibətlərdə gərginlik yaşana bilər. Mənfi təsirlər uzun sürməyəcək, amma bəzi xoşagəlməz anlar yaşana bilər. Sizi çətin bir gün gözləyir, amma xoş anlar da olacaq. Bir çox tərəzilər üçün emosiyalarla başa çıxmaq çətin olacaq və bu əsas problemə çevriləcək. Şəxsi işlərdən ayrılıb yaxınlarınızın problemlərini həll etməyə vaxt ayırmaq lazım gələcək. Bəzi məsələlər dərhal həll olunmayacaq, lakin bu, ruhdan düşmək üçün səbəb deyil. Əqrəb. Hər şey pis getməyəcək, amma çox güman ki, bu uğurlu təsadüflərdən daha çox sizin şəxsi səylərinizin nəticəsi olacaq. Əqrəblər maraqlı imkanları əldən verməməyə çalışacaq, istədikləri nəticə naminə zəhmət çəkməyə hazır olacaqlar və bir ifratdan digərinə atılmayacaqlar. Ardıcıl yanaşmaq xüsusilə səmərəli olacaq. Günə çox mürəkkəb olmayan işlərlə başlamaq və yükü tədricən artırmaq daha yaxşıdır ki, vaxtından əvvəl yorulmayasınız. Yaradıcı tapşırıqların həlli üçün yaxşı gündür, xüsusilə də onları tək başına deyil, dostlarınız və ya baxışlarınızı bölüşən yaxın insanlarınızla birlikdə yerinə yetirsəniz. Onlar təşkilati məsələləri öz üzərlərinə götürə, işin praktiki tərəfinə kömək edə və ya sadəcə yaxşı ideyanı vaxtında dəstəkləyə bilərlər. Belə bir mühitdə sizə yalnız maraqlı fikir tapmaq deyil, onu real nəticəyə çevirmək də daha asan olacaq. Özünüzü cilovlamayın. Cəsarətli ideyaları həyata keçirmək üçün münasib zaman yetişir. Özünüzə inansanız və hər bir addımı sonsuz düşünməyə vaxt sərf etməsəniz, hər şey istədiyiniz kimi olacaq. İlk ideyanız ən doğrusu olacaq. Odur ki, tərəddüdsüz hərəkət edin, həm uğur qazanacaq, həm də rəqiblərinizi qabaqlayacaqsınız. Vacib işləri sonraya saxlamayın. Günün birinci yarısı əqrəblər üçün uğurlu olacaq. Bəzi problemlər öz-özünə həll olunacaq. Gözləmədiyiniz insanlardan dəstək ala bilərsiniz. Tələsik vədlər verməyin. Hər zaman vəziyyəti düzgün qiymətləndirmək çətin olacaq. Hər hansı bir məlumatı dəqiqləşdirmək və yenidən yoxlamaq daha yaxşıdır. Bu, sizi səhvlərdən qoruyacaq. Bəzi əqrəblər üçün ətrafdakılarla dil tapmaq adi günlərə nisbətən daha çətin olacaq, baxmayaraq ki, bu adətən asan olurdu. Geniş miqyaslı layihələrə başlamaq üçün ən əlverişli gün deyil. Ancaq hazırki tapşırıqların öhdəsindən uğurla gələcəksiniz.
Bütün gözləntilərinizin doğrulmaması mümkündür, amma bu səbəbdən ruhdan düşməyə dəyməz. Nəzarət edə bildiklərinizə fokuslanın və təsir edə bilmədikləriniz üçün narahat olmayın. Xeyli yaxşı hadisə olacaq, amma çətinliklərdən də tam yan keçmək mümkün olmayacaq. Tələsməyə dəyməz, çünki təcili həll tələb edən problemlər olmayacaq. Bir çox əqrəblər üçün vəziyyəti düzgün dəyərləndirmək və düzgün nəticə çıxarmaq asan olmayacaq. Şübhə yarandıqda yaşlı qohumlara və ya təcrübəli dostlara məsləhət üçün müraciət etmək faydalı olar. Məsləhətə tam əməl etməsəniz belə, vəziyyətə başqa bucaqdan baxma imkanı yaranacaq. Yaxın insanlarla mübahisələr və fikir ayrılıqları istisna deyil. Hər nə bahasına olursa olsun, öz fikrinizdə israr etməyə çalışmayın, əks halda sizə doğma olan birini incidə bilərsiniz. Amma əgər hiss edirsinizsə ki, münasibət artıq tükənib, onu bitirməkdən çəkinməyin, bu hər iki tərəf üçün xeyirli olacaq. Nə köməkçilərə, nə də məsləhət verənlərə ehtiyacınız var, amma fəaliyyət azadlığı sizə faydalı olar. Əgər özünüz hərəkət etsəniz, əhəmiyyətli nəticələr əldə edə bilərsiniz. Planlarınız hər kəsə aydın olmayacaq, amma bu izahatlara vaxt sərf etməyə dəyməz. Əvvəlcə şübhə ilə yanaşanlar nəticələrinizi görəndə fikirlərini dəyişəcəklər. Son vaxtlar sizi narahat edən maliyyə məsələləri uğurla həll edilə bilər. Amma rahatlaşmaq olmaz, şəxsi büdcənizə nəzarət vacib olaraq qalır. Vacib olmayan alış-verişlərdən və əyləncələrə böyük xərclərdən uzaq durun. Vaxtınızı boşuna xərcləməyin, bu halda gözlədiyinizdən daha çox iş görəcəksiniz. Bir çox əqrəblər bugün olduqca cazibədar olacaqlar və bu keyfiyyət onlara bir çox məsələləri həll etməkdə kömək edəcək. Dərrakəniz artacaq və ətrafdakılarla ortaq dil tapmaq asan olacaq. Yeni və gələcək vəd edən işgüzar əlaqələr qurmaq imkanı yaranacaq. Ox atan. Bu günü asan adlandırmaq çətin olsa da ruhdan düşməyə qətiyyən dəyməz. Həm özünüz, həm də başqaları üçün çox faydalı işlər görmək şansınız olacaq. Gücünüzü düzgün bölüşdürmək çox vacibdir. Əgər diqqət tələb edən bütün məsələləri eyni anda həll etməyə çalışsanız, günün ortasına qədər enerjiniz tükənə bilər. Daha yaxşısı işləri bərabər tempdə görmək, özünüzə istirahət imkanı yaratmaq və qısa fasilələrdən imtina etməməkdir. Bir çox ox atanlar üçün emosional baxımdan çətin gün olacaq. Ola bilsin ki, başqalarının işlərinə qarışmalı, insanlara səhvlərini göstərməli və ya tənqidi qeydlər etməli olasınız. Sözlərinizin onlara fayda verəcəyini anlayacaqsınız, amma yenə də özünüzü narahat hiss edə bilərsiniz. Belə hallarda xoş münasibəti qorumaq xüsusilə vacibdir. Aydınlıq tələb olunan yerdə həddindən artıq yumşaq olmayın, amma sərt tənqidə də qapılmayın. Özünüzdən və ətrafınızdakilardan çox şey gözləməyə dəyməz. Amma hazırki tapşırıqların öhdəsindən asanlıqla gələcəksiniz. Bir çox ox atanlar sakit və təmkinli olacaqlar, bu isə onların hər cür çətinliklərə qarşı dözümlü olmalarını təmin edəcək. Böyük bir irəliləyiş gözlənilmir, amma ciddi problemlər də olmayacaq. Yaxınlarınıza kömək etmək üçün öz qayğılarınızı bir kənara qoymalı olacaqsınız. Bu sizi yormayacaq və münasibətlərinizə müsbət təsir edəcək. Qarşınızda cəlbedici perspektivlər açılacaq və siz bunları əldən verməyəcəksiniz. Bir çox faydalı əlaqələr qurmaq və nüfuzunuzu artırmaq mümkün olacaq. Ox atanların çoxu hətta əvvəlcə sizə qarşı soyuq yanaşan insanlarla belə asanlıqla ortaq dil tapa biləcəklər. Təsadüfən güclü himayədarlar da ortaya çıxa bilər. Hətta ən çətin məsələlərin öhdəsindən gəlmək sizin üçün mümkündür. Maliyyə baxımından nəzərə çarpacaq gəlirlər və qısa müddətli artım mümkündür. Lakin bu pulları xırda şeylərə xərcləmək əvəzinə onlardan necə faydalı istifadə edə biləcəyiniz haqqında düşünün. Hər şeyin öhdəsindən gələcəksiniz. Ona görə də hərəkətə keçməyin tam vaxtıdır. Amma tələsməyin, əvvəl düşünün, sonra hərəkət edin, əks halda düzəltməsi çətin və yorucu olan səhvlərə yol verə bilərsiniz. Bir çox ox atanlar bugün qeyri-adi cazibədarlıq nümayiş etdirəcəklər və bu onlara hər vəziyyətdə kömək olacaq. Ətrafdakılar sizinlə razılaşmağa çalışacaq, sizə kömək etməyə çalışacaq, hətta sizinlə tam eyni fikirdə olmasalar belə sizinlə mübahisə etməyəcəklər. Faydalı insanlarla əlaqələr qurmaq üçün əla zamandır, bunu xüsusilə yaxşı bacaracaqsınız. Bugün darıxmağa vaxt olmayacaq və bu sizi sevindirəcək. Yəqin ki, birdən-birə ortaya çıxan çətin məsələləri tək başına həll etməli olacaqsınız.
Ətrafınızdakılar dərhal anlayacaqlar ki, bu məsələnin öhdəsindən sizdən yaxşı heç kim gələ bilməz və buna görə də sizə yardım təklif etməyəcəklər. Siz isə həqiqətən hər şeyin öhdəsindən gələ biləcəksiniz, əgər xırda şeylərə aludə olmaz və reallığı düzgün qiymətləndirə bilsəniz. Siz çox dəyərli bir təcrübə qazanacaqsınız və bu təcrübə yaxın gələcəkdə işinizə yarayacaq. Əgər enerjinizi düzgün istiqamətə yönəldə bilsəniz, təsirli nəticələr əldə edəcəksiniz. Əks halda səhvlər, uğursuzluqlar və maddi itkilər qaçılmaz olacaq. Oğlaq. Hər şey alınacaq. Çətin işlərdən, yeni tapşırıqlardan və böyük layihələrdən qorxmağa ehtiyac yoxdur. Bugün yaxın vaxtlara qədər həddindən artıq ciddi görünən işlərin öhdəsindən gələ biləcəksiniz. Oğlaqlar günün əvvəlində nə qədər inamlı davransalar, nəticə bir o qədər uğurlu olacaq. Adi üsullardan imtina edib yeni yanaşmalar sınamaq, hətta kiçik riskə getmək də olar. İntuisiyanız sizə nə vaxt dayanmağın lazım olduğunu göstərəcək, buna görə də şərait ideal olmasa belə böyük itkilər olmayacaq. Gün ünsiyyət üçün əlverişlidir və bu həm işgüzar əlaqələrə, həm şəxsi görüşlərə, həm də romantik və ailə münasibətlərinə aiddir. İnsanlara diqqətlə yanaşacaq, onları dinləməyə və düzgün başa düşməyə çalışacaqsınız. Ətrafınızdakılar da sizə eyni şəkildə qarşılıq verəcəklər. Hansı mövzular müzakirə olunursa olunsun, hamını qane edəcək bir qərara gəlmək şansı yaranacaq. Uğur özünü çox gözlətməyəcək, amma bunun üçün səy göstərmək lazımdır. Bir çox oğlaqlar həmkarlarının və rəhbərliyin gözündə müsbət imic formalaşdıracaq. Biznes sahəsində çalışanlar təsirli nəticələrə nail olacaqlar. Yaradıcılıq qabiliyyətiniz artacaq, bu da çətin vəziyyətlərdən çıxış yolu tapmağa imkan verəcək. Dostluq əlaqələri iş məsələlərinin həllində də faydalı olacaq. Yeni əlaqələr qurmaq və nüfuzlu himayədarlar qazanmaq imkanı yaranacaq. Yeni birgə layihələrə başlamaq üçün də əlverişli məqamdır. Narahatlıqlardan tam qaçmaq mümkün olmayacaq. Amma siz bunları minimuma endirə bilərsiniz. Yeni başlanğıclar üçün uyğun gün deyil, amma hazırki tapşırıqlarla uğurla məşğul ola biləcəksiniz. Bir çox oğlaq ətrafdakılarla anlaşmaqda çətinlik çəkəcək. Hər kəs öz istəyini önə çıxarmağa çalışacaq, heç kim güzəştə getmək istəməyəcək. Odur ki, tək başına həll edə biləcəyiniz işlərə fokuslanmaq daha məqsədə uyğundur. Xırda detallara xüsusi diqqət yetirin, bugün onlar xüsusilə vacibdir. Diqqətli və toplu olsanız, həm itkilərdən, həm də narahat edici səhvlərdən qaça biləcəksiniz. Sizi xeyli maraqlı hadisə gözləyir. Optimist əhval-ruhiyyədə olacaqsınız, buna görə də istənilən gözlənilməzliklərlə asanlıqla başa çıxacaqsınız. Bir çox oğlaqlar məsələlərin həlli prosesində yeni və faydalı bacarıqlar qazanacaqlar. Ümumilikdə bugün yeni bilik və qeyri-adi vərdişlərin öyrənilməsi üçün çox əlverişlidir. Vacib məlumatları asanlıqla yadda saxlayacaq və hətta sizə tanış olmayan sahələri tez mənimsəyəcəksiniz. Səfərlər uğurlu olacaq, xüsusilə də uzaq və uzun müddətli olanlar. Yolda özünüzü rahat hiss edəcəksiniz. Maraqlı insanlarla təsadüfi tanışlıqlar istisna deyil. Onlardan bəziləri sizin sadiq dostlarınıza çevrilə bilər. Ehtiyatlılıq və qabaqcadan düşünmək bugün sizin ən yaxşı köməkçiləriniz olacaq. Bu keyfiyyətlər olmadan məqsədinizə çatmaq və düşmənlərin qurduğu tələlərdən yayınmaq çətin olacaq. Ola bilər ki, gizli düşmənlərinizi üzə çıxarasınız və ya rəqiblərinizi necə zərərsizləşdirəcəyinizi anlayasınız. Amma bu haqda hələlik heç kimə danışmamaq daha yaxşıdır. Siz çox vaxt qeyri-müəyyən və çətin situasiyalarda olacaqsınız. Digərləri təşvişə düşəcək, siz isə düzgün qərarlar verəcəksiniz. Bəziləri sizə paxıllıq edəcək, amma əksəriyyət sizdən məsləhət almaq istəyəcək. Bu gündən çox şey gözləməyin, amma uğurlu məqamları da əldən verməyin. Səhər saatlarında hətta etibarlı müttəfiqlərlə belə ortaq dil tapmaq çətin olacaq. Bir çox oğlaqlar elə işlərə fokuslanmalıdırlar ki, onları tək başına görə bilsinlər. Bu, ətrafdakılardan yardım gözləməkdən daha səmərəli olacaq. Artan impulsivlik problemlərin mənbəyi olacaq, ona görə də özünüzü idarə etməyə çalışın. Bəzən kiçik fasilə verərək sakitləşmək və pozitiv əhval-ruhiyyə ilə davam etmək faydalı ola bilər. Zərurət olmadıqca mübahisələrdən uzaq durun. Əgər qarşısı alınmaz ciddi söhbət gözlənilirsə, buna əvvəlcədən hazırlaşın və arqumentlərinizi düşünün. Dolça. Hər şey pis olmayacaq.
Günü möhtəşəm adlandırmaq və hər şeyin öz-özünə ən yaxşı şəkildə alınacağını demək olmaz, amma həyatdan şikayət etmək üçün ciddi səbəblər də olmayacaq. Müsbət tendensiyaların təsiri kifayət qədər güclü olacaq, şərait tez-tez əlverişli formalaşacaq, dolçalar isə öz iftiraçılıqları sayəsində məqsədlərinə çatacaqlar. Xüsusilə son vaxtlar qazandığınız bilik və bacarıqları tətbiq etməyə imkan verən yeni işləri sınamaq uğurlu olacaq. İlk uğurlar kifayət qədər tez görünəcək və bu sizə əlavə inam verəcək. Bundan əlavə, nailiyyətləriniz işgüzar baxımdan faydalı ola biləcək insanların diqqətini çəkəcək. Özünüzü ən yaxşı tərəfdən göstərmək, peşəkar əlaqələrinizi genişləndirmək və hətta konkret əməkdaşlıq barədə razılığa gəlmək imkanı yaranacaq. Yeni layihələr, ideya mübadiləsi və yeni formalaşmağa başlayan planların müzakirəsi uğurlu keçəcək. Zamanınızı boşuna xərcləməyin. Günün ilk yarısı kifayət qədər uğurlu olacaq, ona görə də əsas işləri bu vaxtda planlaşdırın. Bir çox dolçalar bugün olduqca inandırıcı və təsirli danışacaqlar, buna görə də müxtəlif insanlarla asanlıqla razılığa gələ biləcəklər. Nüfuzlu şəxslərlə danışıqlar uğurlu keçəcək, onların rəğbətini və etibarını qazanacaqsınız. Etibarınızı hələ sübut etməmiş insanlara dərhal inanmaq olmaz. Ola bilsin, kimsə sizin yaxşı niyyətlərinizdən istifadə etməyə çalışacaq. Amma siz ayıq olduğunuz üçün bu cəhdlər uğursuz qalacaq. İstənilən çətinliklərin öhdəsindən gələ biləcəksiniz. Mürəkkəb məsələlərə başlamağın tam zamanıdır. Bunlarla uğurla məşğul olub rəhbərliyin gözündə nüfuzunuzu artıra bilərsiniz. Bir çox dolça iş və ya bizneslə bağlı perspektivli təkliflər alacaq. Dürüstlük və açıq sözlülük ünsiyyətdə anlaşılmazlıqlardan qaçmağa kömək edəcək. Bir çox vacib problemi tez bir zamanda həll edəcək, köhnə ziddiyyətləri aradan qaldıracaqsınız. İnsanlar sizə məmnuniyyətlə güzəştə gedəcək, sizi cəlb etməyə çalışacaqlar. Enerjinizə qibtə etmək olar. Amma təəssüf ki, bütün dolçalar bu enerjini düzgün istiqamətə yönəldə bilməyəcəklər. Üstəlik, şəxsi həyatda yaranan emosional narahatlıqlar işlərə tam diqqət yetirməyə mane olacaq. Amma çox keçmədən narahatlıqların əsassız olduğunu anlayacaqsınız. Çoxlu maraqlı ideyalarınız olacaq. Onların hamısını dərhal həyata keçirmək mümkün olmasa da, onlardan imtina etməyə tələsməyin. Yadda saxlayın və ya qeydə alın, tezliklə onları reallaşdırmaq üçün ikinci şans yaranacaq. Günün əvvəlində xoş olmayan sürprizlər mümkündür, amma buna görə ciddi narahat olmağa dəyməz. Vəziyyət tezliklə yaxşılaşacaq, siz isə sadəcə səbirli olub hadisələrin inkişafını izləməlisiniz ki, yaxşı fürsətləri əldən verməyəsiniz. Günün ortası imkanlarla zəngin olacaq. Bu, xüsusilə maliyyə məsələləri ilə məşğul olan dolçalar üçün uğurlu zamandır. Eləcə də sənədlərlə məşğul olmaq, dövlət qurumlarına müraciət etmək vəsait və kompensasiya üçün münasib zamandır. İntuisiya və müşahidə qabiliyyəti sizə təsirli nəticələr əldə etməyə kömək edəcək. Amma birdən-birə bir neçə işə başlamaq olmaz, çünki görüləsi işlər çox olacaq. Əvvəlcə bir az vaxt ayırıb plan qurun, sonra isə ona əməl edin, hər şey gözlədiyinizdən də yaxşı olacaq. Balıqlar. Emosional vəziyyətinizə diqqət yetirin, gün məhz hisslər baxımından çətin ola bilər. Balıqlar hadisələri həddindən artıq mürəkkəbləşdirməyə meyilli olacaqlar, amma bugün hər şeyə bir qədər sadə və nikbin baxmaq daha yaxşıdır. Özünüzə və ətrafınızdakı insanlara inamı qorumağa çalışın. Köhnə problemlərə, xoşagəlməz xatirələrə və ya sizi pis hiss etdirən şeylərə düşüncələrinizdə qayıtmaq məsləhət deyil. Bugün özünüzə yaxşı əhval yaratmaq xüsusilə vacibdir. Özünüzü nə ilə sevindirə biləcəyinizi düşünün, amma bu, ağıllı və həddindən artıq xərc tələb etməyən bir şey olsun. Maliyyə məsələlərində qənaətcil davranmaq, spontan alış-veriş etməmək və pulu yalnız ani həzz naminə xərcləməmək daha yaxşıdır. Kiçik xoş bir hədiyyə, dadlı şam yeməyi, sevdiyiniz məşğuliyyət və ya sakit bir axşam sizə bahalı alış-verişdən daha çox zövq verə bilər. Heç yerə tələsməyin. Enerjiniz və gücünüz artacaq. İş qabiliyyətiniz nəzərə çarpacaq dərəcədə yüksələcək. Bununla yanaşı, bir çox balıqlar hər xırda şeyə görə narahat olmağa meyilli olacaqlar, xüsusən də şəxsi həyatla bağlı hadisələr onlarda gərginlik yaradacaq. Buna görə də bəzən doğru qərar vermək çətin olacaq. Təcrübəli insanların məsləhətləri sizə fayda verəcək. Onlara müraciət etməkdən çəkinməyin. Onların tövsiyələrinə tam əməl etməsəniz belə, hadisələrə fərqli baxış əldə edəcəksiniz. Bəxtiniz çox məsələdə gətirəcək.
Enerji və gücünüz sayəsində istənilən gözlənilməz vəziyyəti idarə edə biləcəksiniz. Eyni zamanda, bəzi balıqlar şəxsi münasibətlərə həddindən artıq fikir verərək özlərini idarə etməkdə çətinlik çəkəcəklər. Ancaq tələsməsəniz və emosiyalarla hərəkət etməsəniz, əla nəticələr əldə etmək mümkündür. Təcrübəli həmkarların və etibarlı dostların məsləhətləri sizə çox kömək edəcək. Onlardan kömək istəməkdən çəkinməyin, sizə dəstək olacaqlar. Heç kimin başlamağa cəsarət etmədiyi bəzi mühüm işləri irəli aparmaq imkanı yaranacaq. Vaxtınızı boşuna sərf etməyin. Uğur sizinlə olacaq, amma yalnız o halda ki, siz də öz tərəfinizdən kifayət qədər səy göstərəsiniz. Bir çox balıqları nəzərə çarpacaq, amma bir dəfəlik maliyyə gəlirləri gözləyir. Yığılmış vəsaitləri sərfəli şəkildə yatırmaq üçün gözəl andır. Sağlam düşüncə və həyat təcrübəniz sizə necə davranmalı olduğunuzu göstərəcək. Vacib məsələlərin istər işgüzar, istərsə də şəxsi mövzularda müzakirəsi üçün əlverişli gündür. Hətta əvvəllər sizinlə fərqli mövqedə olan insanlarla da razılığa gələ biləcəksiniz. Lazımsız ambisiyaları bir kənara qoyub ümumi maraqlar naminə hərəkət etmək mümkün olacaq. Günün əvvəlində baş verənlər qeyri-adi, maraqlı və ruhlandırıcı olacaq. Yəqin ki, nələrsə plana uyğun getməyəcək və bu sizi sevindirəcək. Çoxdan düşündüyünüz ideyanı reallaşdırmaq şansını qaçırmayın. Yeni tanışlar kömək etmək istəyərlər və bu, həm uzunmüddətli dostluğun, həm də romantik münasibətlərin başlanğıcı ola bilər. Ulduzlar, xüsusilə günün birinci yarısında müsahibələrə və ya işgüzar görüşlərə gedən, eləcə də səhiyyə sahəsində çalışan balıqlar üçün daha müsbət təsir göstərəcək. Bugün çox faydalı işlər görə biləcəksiniz. Günün birinci yarısı ünsiyyət üçün əla olacaq. Bəzi balıqlar vacib məlumat əldə edəcəklər və bu, onların rəqiblər qarşısında üstünlüyü olacaq. Uzun müddətdir sizi narahat edən məsələləri həmkarlar və rəhbərliklə müzakirə etmək imkanı yaranacaq. Təcrübəli tanışlardan faydalı məsləhətlər almağa ümid edə bilərsiniz. Qeyri-adi tapşırıqlarla qarşılaşmalı olacaqsınız, amma bu sizi çaşdırmayacaq. Siz tez bir zamanda hər şeyi anlayacaq və bu prosesdə gələcək işlərinizdə lazım olacaq vacib bacarıqlar qazanacaqsınız.